Bəzən bir dad, bir qoxu səni uşaqlıq illərinə aparır. Bəzi dadlar heç vaxt dəyişmir. Uşaqlıq illərinizi xatırladan kətələri siz də hazırlayın. Bunun üçün bizə 1 xörək qaşığı şəkər, 1 xörək qaşığı maya, 3 xörək qaşığı un, 1 stəkan ilıq su. Birlikdə qarışdırırıq. 10 dəqiqə mayalanmağa qoyuruq. Mayalandıktan sonra 3 yumurta, 1 paket vanil, stəkan yarısından şəkər, 150 qram kərə yağı, 200 qram xama, 1 stəkan ilıq süd. Bərəkət üçün 1 çimdik duz da əlavə edə bilərsiniz. 8 stəkan yarım un. Unumuzu az-az əlavə edirik. Ərzaqların dəqiq miqdarını videonun alt hissəsində qeyd edəcəm. Yumşaq, ələ yapışmayan xəmir olur. 1 xörək qaşığı duru yağ. Xəmirimizə vururuq. Xəmirimizi 1 saat mayalandırırıq. 1 stəkan yarım un, 60 ml duru yağ, qarışdırırıq. Bir stəkan şəkər, umac edirik. 1 çay qaşığı sarı kök. İçliyimiz hazırdır. Acıyan xəmirimizi əlimizlə biraz öfkələyirik. Maya iyi gəlməsin. 3 hissəyə bölürük. Kündələrimizi 5-10 dəqiqə dinləndiririk. Rahat yaymaq olsun. Nazik olmayacaq şəkildə yayırıq. Kənarlarını düzəldirik. Ara qatına kərə yağı vururuq. Üçlüyümüzü 3 hissəyə bölürük. Hər tərəfinə yayırıq. Videoda göstərdiyim kimi qatlayırıq. Və kəsirik. Soba tavasında 10 dəqiqə dinləndiririk. Üzərinə yumurta sarısı vururuq. 180 dərəcəli sobada 20-25 dəqiqə bişiririk. Hazırlayacaq olanlara əvvəlcədən nuş olsun. Hansı da sizə uşaqlıq illərinizi xatırladır, sizi rəylərdə gözləyəcəm. İzlədiyiniz üçün təşəkkürlər.